Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə DİM test toplunun söhbət 2025 DİM test toplusundan gedir bu arada. DİM test toplu 11-ci sinifdə olan şəkilçilərin növləri, eləcə də sözün başlanğıc formasından olan hissələrə baxacağıq bərabər və sizə önəmli məlumatları verməyə çalışacağam. Ümumiyyətlə, şəkilçilərin növlərində şagirdlər hər zaman nədən narazılıq edir? Bildirirlər ki, mən şəkilçini ayırd etməkdə çətinlik çəkirəm. Hansı şəkilçi leksik, hansı qrammatikdir və yaxud da ümumiyyətlə hansı şəkilçi nə düzəldir? Yəni isimmi düzəldir, sifətmi düzəldir, feilmi düzəldir? Bunlar çoxdur. Mən bunu necə ağlımda saxlayım? Ümumiyyətlə uşaqlar, mən tövsiyə edirəm ki, söz yaradıcılığı bölməsini işləyərkən mütləq şəkildə önünüzdə bir siyahı olsun. Burada demirəm kitabı aç qoy qabağına. Nəzərdə tutduğum budur ki, kitabda olan sırf həmin hissələri mümkünsə çıxartdır və ya əlinə yaz və gözünün görə biləcəyi yerə onu qoy. Hər dəfə, məsələn, qarşısına çıxdı, deyək ki, xana şəkilçisi. Məsələn, xəstəxanadakılar sözünə baxırsan, xana şəkilçisi nədir? Nə düzəldir? Aha, qabağındakı siyahıdan baxırsan və görürsən ki, xana leksik şəkilçi olaraq isim düzəldir. Dakı nə düzəldir? Baxırsan, sifət düzəldir. Lallərdə baxırsan, qrammatik şəkilçidir və cəm şəkilçisidir. Siz əmin olun ki, bir dəfə belə bu bölməni işləsəniz, ikinci, üçüncü dəfə bənzər suallar gördükdə artıq o sizin ağlınızda əzbər qalacaq. Edilən ən böyük səhv şəkilçilərin oturub əzbərlənməsidir. Bunu etməyə öz aramızda heç kimin səbri çatmaz. Ona görə mənim dediyim məsləhətə qulaq verin. Bu köçürmək yox, bu yaddaşdan başqa cür istifadə etməkdir. İlk sualımızdan başlayaq. Hansı cümlədə leksik şəkilçili söz yoxdur? Atılan topların səsindən qulaq batırdı. Burada atmaq feilindən atılmaq yaranıb ıl leksik. Il bilirsiniz ki, adətən feillərə qoşulur və yeni bir feil yaradır. Bu xəbər tez bir zamanda hər tərəfə yayıldı. Yaymaqdan yayılmaq. Gətirdiyimiz meyvələrin hamısı satıldı. Satmaqdan satılmaq. Təhlükədən qorxan cüyürlər ətrafa dağıldı. Baxın, təhlükə sözünə dandən çıxışlıq qoşulub. Qorxan feili sifət. Cüyürlər cəm şəkilçisi. Ətrafa yönlük hal dağıldı. Yoldaşlar, yadda saxlayın, sarsıl və dağıl sözləri bütövdür. Yəni, dağdan dağıl ola bilməz. Dağ coğrafi obyektdir. Bir mənası da var, damğa deməkdir. Onun dağılmaqla nə adiyyatı var? D da nədir? Şühudi keçmiş və bütün şəkilçilər həm qrammatikdir, həm də leksik şəkilçi yoxdur. Vəziyyəti belə görəndə o da bizə qatıldı. Qatırsan, özünü araya qatırsan, qatılmış olursan. Yalnız qrammatik şəkilçili söz hansıdır? Yaşıl sözün kökü laş-ləş leksik şəkilçidir. Dır əgər özündən sonra başqa leksik gəlibsə və ya dırdan sonra maq düşünə biliriksə, yaşıllaşdırmaq, deməli o da leksikdir. Ümumiyyətlə feil düzəldirsə leksikdir. Il leksikdir, d şühudidir. Gön deyil, göndərdir sözün kökü, əcək zaman şəkilçisidir, qəti gələcək zaman, ilk də şəxs sonluğu. Kömək sözün kökü ləş leksik, yaşıllaşmaq sözündəkidir bu. İr zaman, ilk sonluq. İşləyirlər sözündə lə leksik, ir zaman, y bitişdiricidir. Lərdə kəmiyyət. Həvəsdən həvəskar, lar, ın. Deməli, cavabımız C olacaq, çünki orada bütün şəkilçilər qrammatikdir. Yalnız qrammatik şəkilçilərdən ibarət olan bəndi müəyyənləşdirin. Mış, lıq, sız. Mış şəkilçisi yerinə görə qrammatik, yerinə görə leksikdir. Əsasən mış şəkilçisini biz feili sifət olaraq görürük, lakin yerinə görə feili bağlama da ola bilər, yerinə görə hətta leksik şəkilçi də ola bilir. Məsələn, bişmiş sözü. Mən bu barədə Telegramda hətta qeyddə bölüşmüşdüm. İcazənizlə onu sizlə paylaşım.
Miş şəkilçisi ilə bağlı maraqlı fakt nədir? Söz düzəldici və söz dəyişdirici, yəni leksik və qrammatik şəkilçi kimi amonimlik xüsusiyyətinə malikdir. Məhsuldarlığı aşağı olsa da tarixən dilimizdə işlənmişdir. Baxın uşaqlar, hətta Məmməd Hüseyn Şəhriyarın şeiri var. Bişmiş kimi şeirin də gərək dad-duzu olsun. Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. Bişmiş burada artıq ümumiyyətlə bişən bir şeyə verilən addır və belə olanda leksik götürmək münasibdir. Yəni deməli mış şəkilçisi sadəcə qrammatik olmur. Ümumiyyətlə lıq-liq, luq-luq həmişə leksikdir. Sı-si, su-süzdən dadsız, duzsuz və s. təbii ki, o nə kimi çıxış eləyəcək? O leksik kimi çıxış eləyəcək, sifət düzəldən leksik şəkilçi olduğunu deyə bilərik. Davam edək. Dan şəkilçisi yerinə görə fərqlənir. Məsələn, siz güldan desəniz, buradakı dan leksikdir. Amma güldən desəniz, buradakı dən nədir? Qrammatik, çünki çıxışlıqdır. Dan yeni mənalı söz yaratdığı üçün burada leksikdir. Qın sözü basmaq feilindən basqın. Bu həmişə nədir? Leksik. Luli, luli, Ağdamlı, Bakılı, Şəkili. Bu da yenə də leksik. Lalə həmişə leksikdir. Təbii ki, siz onu la şəkilçiləşmiş ilə bağlayıcısı və ya ilə qoşması kimi düşünməməlisiniz bu epizodda. Məsələn, deyirəm qəzəblə və yaxud da iş sözünə qoşulur, işləmək feili yaradır və yaxud da zərf yaradır qəzəblə, sevgi ilə və s. Lalələr cəm şəkilçisidir bu onlar. In, in, on, ön də yerinə görə dəyişir. Sən onu yəlikdə düşünə bilirsən, mənsubiyyətdə düşünə bilirsən, leksik də ola bilir yerinə görə. Məsələn, ax feilinə qoşulur, axın ismi yaranır. Daş şəkilçisi bir cür yazılırsa zaten leksikdir, vətəndaş. Çı-çi, çu-çu leksikdir. Yəni bunu rahat bilirik biz. Əsasən peşə, sənət bildirən deyək ki, sözlər düzəldir. Daha sonra larlər var, o kəmiyyətdir. Dı-di, du-du, şuhudi, ımız, mənsubiyyət, lar, cəm. Bunlar həmişə qrammatik olur. 4 cür yazılan şəkilçilərin tərkibində hansı saitlər işlənir? Gəlin götürək l, li, lu, lü leksik şəkilçisini. I var, i var, u var, ü var. Hansılar var yoldaşlar? Baxdıq, qapalı saitlər var. Vəssalam. Sözlərdən birində 3 leksik şəkilçi işlənmişdir. Könül sözün kökü lü leksik, könüllülük 2 leksik. Qayıq sözün kökü çı leksik, lar, cəm, ın, qrammatik. Sənətkar bir cür yazılan leksik, lıq leksik, dır qrammatik. Azdan azalmaq, azaltmaq, azaldılmaq, 3 dənə leksik, mış qrammatik. Yəni burada sırf demir ki 3 leksik olsun, sadəcə 3 leksik işlənib, düzdür, mış da var orada qrammatik, o heç. Döyüşçülər in. Və fikir versəniz 2 leksik, 2 qrammatik olmaqla ayrılır. Sözlərdən birində 3 leksik şəkilçi işlənmişdir. 3 leksikdir, diqqət. Döyməkdən döyüş, döyüşçülər, imizdən. Yaramaz. Uçmaqdan uçurmaq, uçurtmaq, uçurdulmaq, muş qrammatik. Çökdən çökək, çökəkliklərdən. Dinlə sözün köküdür. Çox adam din götürür. Uşaqlar, din, biri var dinmək feili, yəni dinmək, danışmaq. Biri də var ki, din, yəni İslam dini və s. Ancaq siz orada dinləməklə nə kimi bir əlaqə görürsünüz ki, onu götürürsünüz? Olmaz. İci leksik, lər, qrammatik, i, mənsubiyyət, nədə nədir, yönlük, hal. Dinləyicilərinə. Çəkilişimiz sözündə çək sözün kökü il leksik, iş leksik, imiz qrammatik. Ön şəkilçi artırıla bilən sözlər cərgəsini müəyyən edin. Xaric, qiymət, görüş. Məsələn, qiymətə nə artıracaqsan və ya görüşə? Məsələn, insaf sözünə bi-insaf, kişi sözünə nakişi artırdın, bəs yaxşı işıq. Dinc, nadinc artırdın. Hasara nə artıracaqsan? Nasir, şahid, ağac. Laməkan deyə bilərsən, laqeyd deyə bilərsən, anormal deyə bilərsən. Cavab E. Ön şəkilçi artırıla bilən sözlər cərgəsi. Naşükür, laməkan,
Üzr istəyirəm, səhv yazdım. Laməkan, baməzə. Cavab B. Dinc, nadinc deyə bilərsən, amma bu iki söz. Huş sözündə bihuş deyə bilərsən. Mənim xəttimə fikir verməyin dostlar. Mənim xəttim biraz o deyil. Yenə də olsun. Əsas odur dilimlə deyirəm və siz eşidirsiniz. Bihuş dedin, yaxşı, bəs digərləri? Olmur axı. Narazı dedim, bəs digərləri? İrəliyə nə deyəcəksən məsələn? Bir sualım olacaq. İzləyicilərimiz cavablasın. Müəyyən sözünə əvvəl hissəsinə leksik şəkil artıra bilərikmi? Sadə bir sualdır, şərhlərdə yazın. Hansı sözdə l samitini həm leksik, həm də qrammatik şəkilçinin tərkibində düşünmək olar? Yazılar sözünü iki cür düşünmək olar. Yazmaq feilinə artırılmış ıl leksik şəkilçisi və ar-ər qeyri-qəti gələcək. Bir də yazılar sözü belə ola bilər. Yazmaqdan yazı ismi, bir də yazılar. Deyirsən, yazılar çoxdur, yoxlaya bilmirəm. Gördüyünüz kimi, biri var ıl şəkilçisinin içində, yəni leksik olsun. Biri də var ki, larlərin bir tərkibi olsun. Burular sözündə ları qrammatik kimi düşünə bilmirik, qırılarda, atılarda həmçinin. Amma sürülər sözündə sürü isminə artırılmış larlər, yəni sürülər bizə doğru gəlirdi. Bir də sürmək feilinə artırılmış ül kimi düşünə bilərsiniz. Il, il, ul, ül. Bu qədər sadə. Qoy ucalsın xanın səsi, Qarabağın şikəstəsi. Gördüyünüz kimi, buradakı şəkilçilərin nə olduğunu sorğulayır. Özündən sonra mənsubiyyət gəlib və təbii ki, bu üçüncü növ təyinli söz birləşməsində aslı tərəfdir. Belə olanda da biz buna yiyəlik hal şəkilçisi deyirik. Sənin gülüşlərin bir rüzgar kimi əsərkən arzumun gülü açılır. Sənin yiyəlik gülüşlərin mənsubiyyət, arzumun yiyəlik gülü mənsubiyyət. Deməli, altından xətt çəkilənlər nədir? Mənsubiyyətdir. Cümlədə üzərində rəqəm qoyulmuş sözlərdən biri tərkibinə görə leksik və qrammatik şəkilçilərin sayına görə digərlərindən fərqlənir. Əkməkdən əkin ismi, əkinçi ismi, lər, imiz, cəm və mənsubiyyət. Sahə sözün kökü lər, cəm şəkilçisi, dakidəki sifət düzəldən leksik. Şumladandan, şum sözün kökü şumlamaq, şumlatmaq. Burada çox adam anda, əndə feili bağlama düşünə bilər. Amma yoldaşlar, siz orada andanı feili bağlama götürdünüz. Yaxşı, bəs sondakı n nədir? Ona da bitişdirici samit mi deyəcəksən? Elə şey olar? Xeyr. Bu sadəcə ən feili sifətinə artırılmış dan, çıxışlıq halıdır. Burada 1, 2, 3-cü sözü deyəsən yeyiblər. Çünki 1, 2, 4 və biz qərarlaşdırdılar. Qərar sözün kökü laş leksik, dır leksik, dır şühüdü, lar kəmiyyət. Belə görürük. Yəqin ki, 3-dən nəsə problemi olub. Yenə də baxıram, çoxuna baxıram, görürəm 2 leksik, 2 qrammatikdir. Hansından başqa? 2-dəkindən başqa, düzdürmü? 2-də siz artıq müşahidə edirsiniz ki, orada nə var? Bir dənə cəm var, dakidəki var. Biri qrammatik şəkilçilər sırasında verilə bilməz. Mənsubiyyət, hal, cəm, şəxs şəkilçiləri, feilin qrammatik məna növü. Baxın, feilin qrammatik məna növündə nə var? Iş, iş, uş, üş var. Il, il, ul, ül var. In, in, un, ün var. Düzdürmü? Məsələn, bunlar var. Sən bunları mütləq şəkildə nə götürməlisən? Dır var. Eyni zamanda t var, icbarı bildirən. Bunlar mütləq şəkildə leksik olmalıdır. Qalanları qrammatik. Tərkibində 3 leksik, 2 qrammatik şəkilçi olan sözlər sırasını müəyyən edin. Mən sizin üçün təhlil edəcəm, siz nəzər yetirməyi unutmayın. Solğunlaşmamışdır, bəlkə dinməlidirsə. Solmaqdan solğun sifəti, laş leksik, ma inkar, mış zaman, dır sonluq. Bərk sözün kökü bərkimək, bərkitmək, il leksik, malı məli vacib. Dir sonluq, səh hissəcik. Bu uyğunlaşmır. Çünki burada 3 leksik deyil. Burada 2 leksikdir, burada 3 leksikdir. Maldarlıqdakılardan.
Mal sözün kökü dar leksik, lıq leksik, dakı leksik, lar və dan, biri cəm, biri də hal. Köçməkdən köçürmək, köçürtmək, köçürtdürmək, müş zaman, dür, sonluq. Sayğısızlıqdan, saymaq feilindən sayğı ismi, sayğısız sifəti, lıq leksik, dan nədir? Təbii ki, çıxışlı hal. Nəzarət sözün kökü çi leksik, lər qrammatik, imiz qrammatik, dən qrammatik. Səhv, sizdir, utanmaqdan utancaqdır. Yazmaqdan yazı, yazıçı, yazıçılıqdan müdafiə, çidir. Sonluq, lərdə yenə də kəmiyyət. Və baxıram burada cavabımız yəqin ki B olacaq. Təhlilimi elədim, birdən səhv götürərəm, siz diqqət edin. Hansı sözdə yalnız bir leksik şəkilçi işlənib? Salamlamaq sözü dilimizdə var. Ş leksik, d deməli şuhuydu, q sonluq. Asanlaşdırdıq sözündə asanlaşdır, d, q. Bağlanmışdı. Üzləmək burada götürülə bilməz. Üzləşdik deyəndə nə nəzərdə tutulur? Qarşı-qarşıya gəldin. Burada üzləmək anlayışı yoxdur. Dik. Və gördüyünüz kimi B variantında həqiqətən bir leksik var. Qarşılamaq, qarşılaşmaq, d, şuhuydu, q-da sonluq. Bu da belə təhlil olunur. Daha çox leksik şəkilçisi olan sözü müəyyən edin. Evinizdəkilərdən sözündə iniz mənsubiyyət, dakidəki sifət düzəldən leksik, lərcəm, dən də nədir? Çıxışlı hal. Qəlb sözün kökü imiz mənsubiyyət, dəki leksik, lərcəm, idə deyək ki, nə düşünülə bilər? Mənsubiyyət, yəni mənsubiyyət düşünülə bilər, üzr istəyirəm. Biç sözün kökü biçin ismi, biçinçi ismi, biçinçilik ismi, ində nədir? Məsələn, yiyəlik kimi düşünə bilərsiniz. Məhsuldarlıq, təmizkarlıqdan. Deməli, ən çox leksik istəyirsə, biz C-ni götürəcəyik. Orada 3 dənə leksik var. Hansı nümunədə amonim şəkilçilər var? Evə gəlmişdi, həyətdə gəzdirmək. Elə cavabımız A-dır. Çünki burada dir şəkilçisinin biri leksikdir, o birisi isə şəxs şəkilçisidir. Yəni, daha doğrusu şəxs xəbəri şəkilçisidir. Kütləvi qırğın tibbi yardım. Gördüyünüz kimi V, İ. Bunlar ümumiyyətlə yazılışı başqadır. Səhərin açılması, maşınların səsi. Burada inlərdən söhbət gedirsə, hər iki in yiyəlik olduğu üçün götürmürəm. Gördüyümüz rəssam ağacları sulamaq. Burada nə var? Eyni şəkilci var. Burada heç eyni şəkilci yoxdur, axı elə bil yox. Deyim tərzi, geyim kolleksiyası. Hər ikisi isim düzəltdiyinə görə eyni funksiyanı yerinə yetirir. Bir cür yazılan şəkilçilər olan bəndim. Çı-çi, çu-çu, lıq-lig, lug-lug, mag-məg, ası-əsi. Lar-lər, ma-mə, kü-ki, kü-kü, dakı-dəki. Ül-il, ul-ül, üb-ib, ub-üb, anda-əndə, araq-ərək. Ün-in, un-ün, dan-dən, a-ə, da-də. Cavab B variantı. Tərkibində həm leksik, həm qrammatik şəkilçilər olan sözləri müəyyən edin. Yazmaqdan yazı ismi, yazıçı ismi, lar, ımız. Məclis sözün kökü dəki sifət düzəldən leksiklər kəmiyyət. Məktəbli leksikdən qrammatik. Cavab elə A-dır. Meydança, yaxşılıq, bağban. Hərəsində bir leksik var. Pislik, ailəvi, evdar. Bir leksik var. Sancmaqdan sancı, duzdan duzlu, 9 sözü sadədir. Məktəbdə, gördüyünüz kimi yerlikdir, xəbərlik. Sözlər cəm, imiz mənsubiyyətdən, yenə də çıxışlıq. Unuz mənsubiyyət, dadə yerlik hal. Bunlardan biri yalnız qrammatik şəkilçi kimi işlənir. I-nın bayaq leksik olmasını izah etdim. Sız da həmişə leksikdir. Dır, feil düzəldəndə, məsələn, azmaqdan, azdırmaq desəniz, bu leksikdir. Mamə nə zaman leksik olur? Qrammatik olur o halda ki, feilin inkarını yaradıb. Leksik olur o halda ki, isim və yaxud da nə yaradıb? Sifət yaradıb. Məsələn, çatma, qaş, burma, saç.
Didi dudi isə yalnız şudi, bir də idi hissəciyinin qısaldılmış ixtisar formasıdır və belə olan halda hər bir halda qrammatik olaraq düşünülür. Bu şəkilçilərdən biri həm isim düzəldən şəkilçi, həm də şəxs şəkilçisi kimi çıxış edə bilir. Sözsüz ki, qeyd şərtsiz söhbət aq şəkilçisindən gedir. Aq şəkilçisi həm sonluq ola bilir, şəxs şəkilçisi. Biz gələk. Nə edək? Oturaq, duraq, gələk, gedək və s. Bu zamanda feil əmr şəklində olacaq bu arada. İsim düzəldən də belə ola bilər ki, məsələn, deyəsən, daramaqdan aq qoşulur. İndi 2 dənə A olmasın deyə bir ixtisara düşəcək. Daramaqdan daraq yaranır. Və salam. Mamə, ış, iş, uş, üş, t, bunlar ümumiyyətlə şəxs sonluğu ola bilmir. Sın isə, yəni nə ismi düzəldəcək? Ağla gəlmir axı bir şey, yox. Bu şəkilçilərdən biri həm sifət düzəldən şəkilçi, həm də şəxs şəkilçisi kimi işlənə bilir. Deməli, sifət düzəldən şəkilçi olsun, həm də şəxs. O zaman ı-qı götürə bilərik. Məsələn, deyirəm ki, biz müəllimik. Bu nümunədə şəxs şəkilçisi kimi çıxış elədi. Eyni zamanda sınmaqdan sınıq, kəsməkdən kəsik kimi nümunələri yaratsa, bu zamanda sifət düzəltmiş olacaq. Luli, lulu, ıcı, ici, ağa nəyən, sus-siz, sus-siz. Bunlar sifət düzəltsə də şəxs şəkilçisi kimi çıxış edə bilmir. Hansı cümlədə leksik şəkilçili söz işlənib? Ətirli çiçəklərdən bir dəstə bağladım. Ətirli, elə cavabda 1. Nərgizləri dibçəyə qoyub rahat nəfəs aldım. Burada yoxdur. Zərifə ilə görüşümüz sonrakı günə qaldı. Görməkdən görüş. Yerin təkində gizli sirlər yatır, burada yoxdur. Gizli sözü sadədir. Dünənki hadisə məni çox sarsıtdı. Sarsıtdı sözü sarsıtdı, belədir. Amma dünənki sözü həqiqətən leksik şəkilçi ilə işlənib. 1, 3, 5. Cavab B. Şeirdəki leksik şəkilçili sözlər hansı nitq hissələrinə aiddir? Orada olsaydım əgər, deyərdim, ay həkimlər, siz o vurğun ürəyi, xəstə, yorğun ürəyi elektrik lentinə çəkməyin. Deməli, burada vurğun və yorğun sözlərinə baxsaq, görərik ki, bunlar sifət nümunəsidir. Hansı sözlərdə dandan şəkilçisi leksik şəkilçidir? Dilimizdə yoldaşlar 2 dənə söz var. Qəsdən, biri də var qəsddən. Qəsd cinayətdir. Dandəndə ona qoşulub. Cinayətdən məsələn 3 gün keçmişdi. Qəsddən 3 gün keçmişdi. Bax belə. Ancaq ki, burada qeyd olunan nümunə artıq zərf nümunəsidir. Ən bir cür yazılan leksik şəkilçidir bu nümunədə. Deməli, bir də həqiqətən qrammatikdir. Çoxdan sözü ucadan zərf ola bilir, hərdən zərf ola bilir. Hamıdan əvəziyə qoşulub, əzələdən ismə qoşulub, bunlar qrammatikdir. 2, 3, 4-də isə leksikdir. Hansı sözlərdə 2 leksik şəkilçi işlənib? Çalış sözün köküdür, ma leksik ola bilər, çalışmaq məsələn, masası və yaxud da çalışma, nə etmə, mamə ola bilər, nə uşaqlar, inkar. Göndər sözün kökü iş leksik. Canlanma. Ma'nı leksikdə düşünə bilərsiniz, qrammatikdə. Qurulamaq, qurulanmaqdır, şuhudi. Sancaq sözündə sanc sözün kökü aq leksik. Daha sonra qrammatikdə düşünə bilərsiniz bu arada. Çəkiliş sözündə yenə çəkmək feilindən çəkilmək, çəkilməkdən də çəkiliş yaranır. Burada da yenə də 2 leksik deyə bilərik. 3, 4, 6 bizim doğru cavabımız A variantıdır. 2 cür yazılan şəkilçilərin cərgəsini müəyyən edin. La, lə, dakı, dəki, laş, ləş, lan, lən. Mamə, iyyət, iyyat da ola bilər. Stan şəkilçisi bir çox variantda özünü göstərir. Şərhlərdə yazarsınız bunu. Ban bir cürdə əsasən bağban. Lıqliq, luqluq, dar bir cür, daş bir cür, mamə 2 cür. Çaçə, sıssiz, sussüz 4 cür. İm, in, ün 4 cür. Ağa nəyən? Burada fikir versəniz, ıq var, o da yenə də E variantında qaydanı pozur. Ona görə də biz götürməyəcəyik. Daha sonra deyir, hansı cərgədəki sözlərin tərkibində 2 leksik şəkilçi var. Sallıq, qumsallıq, sənətkarın,
Bağçılıqdan. Burada sənətkar pozdur. Qəhrəmanlıq, gülçülük, ovlaq da. Burada bir dənə bu uyğundur. Vurğunluq, dönməkdən döngə, döngədəki, çəkidən, çəkməkdən çəki, çəkisiz. Cavab C variantı olur. 2 leksik istəyirsə. Yoldaşda, kitabxana, sürətli. Tapşır daha sözün kökü çox adam tapmaq götürür. Bu səhvdir. Əkməkdən əkin, əkinçilik. 3 dənə leksik. Çalışqanların. Gördüyünüz kimi burada da 1 leksik, 2 qrammatik. Hansı cərgədəki sözlərin tərkibində 1 leksik şəkilçi var? Yaxınlıq, azğınlaşmaq, inciməkdən incik, inciklik. Gördüyünüz kimi burada bəzilərində 2 leksik var. Yarmaq feilindən yarğan, yarğandakı, vurğun, vurğunluq, çoxdan çoxalmaq, çoxaltmaq, çoxaldılmaq. Sarsıntı sözün kökü l leksik, dinləyici, azğınlıq. Göndər sözün kökü il, leksik, mək, məstər, uçurmaq, inanmaqdan inanc, inanclar. 1 leksik deyirsə elə cavab D. Mədəni, evdarlıq, vurmaqdan burulmaq, burulğan. Mədəni sözü burada sadə olur. Hansı misralarda ön şəkilçili söz var? Bivəfanın, müxənnətin, nakəsin, doğru sözün, düz ilqarın görmədim. Namərdin dünyada çox çəkdim bəhsin, namusun, qeyrətin, arın görmədim. Namus sözü sizi çaşdırmasın, orada heç bir ön şəkilçi yoxdur. Namərd deyə bilərik, bivəfa deyə bilərik, 1-dən 3-cü misraları demək olar. Hansı cərgədəki işarələnmiş sözlərdə amonim şəkilçilər işlənmişdir? Atam birazdan gələsidir, uşaq yatıbdır. Dırlar var, ikisi də eyni funksiyadadır. Elmi əsər, zehni iş, ikisi də eyni funksiyadadır. Quşların səsi, onun ailəsi, ikisi də mənsubiyyət, eyni funksiya. Sınıq qol, baxırıq. Baxın, burada artıq ıq nədir? Sonluq, şəxs sonluğu. Burada isə sınıq nədir? Iq orada əlbəttə ki, leksik, şəkilçidir. Sifət düzəldir əsasən. Yeri gələndə isim də düzəldə bilər. Mənim kitabım, mənsubiyyət, oxumağım, o da mənsubiyyət, sadəcə burada məslərə qoşulub. Yenə də amonim istəyir. İllik, yazlıq, ikisi də sifət düzəldib. Görməli, oxunmalı, feili sifət. Yazdırmaq, sildirmək, ikisi də eynidir. Tarixi, zehni, həvəslə çalışmaq, zavodda işləmək. Həvəslə sözündə zərf düzəldib, işləmək sözündə feil. Cavab E variantı. Hansı bənddə altından xətt çəkilmiş şəkilçilər amonimdir? Dairəvi masada toplaşdıq, V leksikdir, ailəvi eynidir. Səpin başladı, əkin yeri şumlandı. Atların qaçışı maraqlıdır, körpələrin baxışı məsumdur. Dərsi oxu nümunəsində I təsirlik hal olacaq. Üzr istəyirəm. I təsirlik hal olacaq. Kitabı al nümunəsində də həmçinin. Yenə də bir işimə yaramır. Şəkli divardan qopar. Burada ar leksik şəkilçidir. Darıxma, tez qayıdar. Nə edər? Burada da zaman şəkilçisidir, qrammatikdir. Bunlar amonimlik təşkil edir. Mənim bölməm ifadəsindəki tərkibindəki şəkilçilərin növü hansı bənddə düzgün verilib? Bildiyiniz kimi mən, biz, ümumiyyətlə şəxs əvəzlikləri mənsubiyyət qəbul etmir. Ona görə oradakı im şəkilçisi heç vaxt mənsubiyyət ola bilməz. Bəs deyə bilərsiniz nədir? Bildiyiniz kimi yəliyin şəkilçisi ın, in, un, ündür. Lakin mən və biz sözləri ın, in, un, ünlə işlənə bilmədiyindən yəlik onlara ım variantını təklif edir. Yəni bu yəlikdir, mənim, bizim. Bölmə, mən leksikdir, m-da nədir? Mənsubiyyətdir. Bizim yenə eyni formada nəğməkarımız. Leksik, hal. Üzr istəyirəm, yerini səhv götürdüm. Birinci sıra ilə götürsək, birinci deməli haldır, sonra leksikdir, sonra mənsubiyyət. Aha. Iq şəkilçisinin işlənmə məqamlarından biri səhvdir. Feili sifət şəkilçisidir, elə cavab A-dır. Feildən isim düzəldən şəkilçisidir. Bayaq demişdim yadınızdadır sizə. Feildən sifət düzəldəndir. Məsələn, sınmaqdan sınıq, sonra kəsməkdən kəsik, həqiqətən də düzəldə bilir. Və yaxud da burmaqdan buruq. Buruq sözü yerinə görə neft buruğu desən, bu isimdir. Bir də buruq saç desən, bu nədir? Sifətdir. Xəbərin şəkilçisidir, bəli, biz gəlirik. Birinci şəxs cəm şəkilçisidir.
birinci şəxsin cəminin şəkilçisidir deyir. Belə olanda da məsələn deyirsən ki, biz müəllimik. İq istifadə olundu. I şəkilçisi barədə yenə feili sifət şəkilçisi deyil. Feil düzəldən şəkilçisidir. Bəli, məsələn, qazmaqdan qazımaq feili. Təsirli haldır. Daha sonra feildən isim düzəldən şəkilçisidir. Bəli, məsələn, yazmaq feilindən yazı ismi yaradır. İsimdən sifət düzəldən şəkilçisidir. Bəli, məsələn, elmdən elmi əsər. Yaşadır bu sevgi, bu istək məni. Nədir? Biri yoxdur. Zaman şəkilçisi var. Yaş isminə a leksik qoşulub. Yaşat, ır orada nədir? Zaman. Feildən isim düzəldən şəkilçi. İstəmək feilindən istək. Orada ki var. İcbar növün şəkilçisi dırdır. Görə bilirsinizdir. İndi deyəcəksiniz yaşadırın içində var axı. Orada uşaqlar yaşat başqa şeydir, başqa şeydir. Qıraqdan elə təəssürat yaradır ki, həqiqətən orada dır var. Amma bu belə deyil. Təsirli hal məni sözünə qoşulub, isimdən feil düzəldən şəkilçi yaş ismindən yaşamaq feili düzəldib. Get azğınları, satqınları qandır. Cəm şəkilçisi varımızdır. Təsirlik ı-i-u-üdür, azğınları, satqınları. İcbar növün şəkilçisi durdur, bir də t şəkilçisidir. Qandır, kim? Sən. Belə olanda burada artıq icbar məzmunu daşımır, axı mən bunu necə götürüm? Feildən feil düzəldən şəkilçi, baxın, qanmaq feilindən nə yaradıb? Qandırmaq feilini yaradıb. Feildən sifət düzəldən şəkilçi, baxıram, azmaqdan azğın sifəti, məsələn, düzəldibdir. Bu da düzdür. Bibim gildəkindən. M mənsubiyyət, gil leksik, dakidəki leksik. Dandən də nədir? N bitişdiricidir o heç. Dandən də çıxışlıq. Deməli, qrammatik, leksik, qrammatik. Qrammatik şəkilçilərlə bağlı fikirlərdən biri səhvdir. İsmin hal, mənsubiyyət, cəm şəkilçilər qrammatikdir, düz. Qrammatik şəkilçilər sözün leksik mənasını dəyişir. Bu səhvdir. Qrammatik şəkilçilər yox, leksik şəkilçilər leksik məna dəyişə bilər. Qrammatik şəkilçilər sözün formasını dəyişir. Söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlamağa xidmət edir, düzdür. Bəzən qrammatik şəkilçilər leksik şəkilçilərdən əvvəl işlənir. Bəli, məsələn, bibim gildəkindən nümunəsində m mənsubiyyət əvvəl gəlibdir. Leksik şəkilçilərlə bağlı fikirlərdən biri səhvdir. Ön şəkilçilər leksikdir, düzdür. Leksik şəkilçilər yeni mənalı söz yaradır, düzdür. Cümlədə sözləri bir-birinə bağlamağa xidmət edir. Baxın, mən, məktəb və get sözləri. Bunları birləşdirib məna cümlə yaratmaq üçün nə edəcəm? Mən məktəbə getdim deyəcəm. Bu zaman hansı şəkilçilərdən istifadə elədim? Yönlük, qrammatik, di-şuhudi, qrammatik, m şəxs sonlu. Görürsünüzmü? Yəni burada leksik yox, qrammatik şəkilçilər bir-birinə bağlayır. Leksik şəkilçilər söz yaradıcında iştirak edir. 1, 2, 4 cür yazılır. Bunlar düzdür. Xəbəri şəkilçiləri ilə bağlı səhv. Vurğu qəbul etmir. 2 və 4 cür yazılır. Bütün əsas nitq hissələrini artırılır. Qoşmalarla işlənə bilir. Bəli, məsələn, deyirsəniz, sözüm sənin kimilərədir. Kimilərədir. Burada fikir verin, həm cəm var, həm yönlük hal var, həm də dir nə var? Xəbərlik var. Başqa şəkilçilərlə amonimlik yaratmır. Elə diri götür. Dir bir feil düzəldən leksikdir. Bir də burada isimli adlara filan qoşulan əsasən nədir? Deyək ki, xəbəri şəkilçisidir də, yox. Yəni xəbərlik də ola bilər, qrammatik də ola bilər. Hansı bənddə işarələnmiş sözlərin şəkilçiləri amonimdir? Yataq otağındakı ağ leksikdir. Gəlin filmə baxaq desən. Bu gəl deyək ki, əmr ədatı ilə də işlənib, əmr şəklində olan feildir. Quşların nəğməsi, körpənin dayəsi, hər ikisi mənsubiyyət. Hərbi təlim, kütləvi hal. Bunlar ikisi də eyni funksiyadadır. Çatmalıdır, gələcəkdir. İkisi də baxdır. Dır burada feillərə də qoşulur, xəbərlik olur bu arada. Kitabını itirmə, nədir? Oynamağını bəyəndilər. Hər ikisində həm mənsubiyyət, həm də deyək ki, hal şəkilçisi olduğundan ikisi də eyni funksiyadadır. Hansı bənddə eyni cür yazılan şəkilçilər müxtəlif funksiya daşıyır? Elə bir bayaq bu sualı işlədik axı. Yox.
Məsələn, səpin gecikirdə indeksikdir. Biraz tez gəlin deyəndə in sonluq olur və əmr şəklində olan feilə qoşulmuş olur. Digərlərindəki şəkilçilər hamısı eynidir. Daha sonra deyir, hansı sıradakı sözlərdən biri verilən bütün tələbləri ödəsə də digər heç bir tələbi ödəmir. Tərkibinə görə təhlil iki cür düşünülür. Soyulur sözündə soyutmaq, zaman, azım sözündə gedim filan yerdə azım, yolumu azım, nə edim? Yəni sıxlaşaq. A-nı, arzu, qı-nı sonluqda götürə bilərsən, a-qı bütövdə götürə bilərsən. Qaldır sözündə qaldır bir cür təhlil olunur. Mənimsəmə sözündə imsə leksik, mə inkar və ya mə də leksik ola bilər. Yollamaq, yollanmaq, yollandı, şühudi, qı sonluq. Yazılar sözünün bayaq iki cür təhlilini mən sizlə bölüşmüşdüm, təkrar eləməyəcəm. Bağlamaq, bağlanmaq, acaq. Ayaqlandıq, ayaqlamaq, ayaqlanmaqdır, qı. Zəngiləşdik. Aha. Deməli, burada hal-hazırda gözə çarpan iki cür düşünülmə variantı sıxlaşaq sözündə A və Q-nın ayrı və ya A-qın bütöv, eləcə də yazılar sözündə I-nın ayrı, ların ayrı, ılın bütöv, arın ayrı şəkildə düşünülməsi ilə yaranır. Mənimsəmə sözündə də eyni formada iki cür düşünmək olur. Baxaq, tərkibinə görə təhlil iki cür düşünülür. Hələ ki, mən burada soyudur, azım sözünü siləcəm. Yəni, təhlil baxımından dəyişmir onlar mənə görə. Və baxıram, kökü feilindən amonimdir deyir. Yazılar sözünün zaten kökü feildir. Yazmaq feili, düzdürmü? Bax, o sıradan çıxdı artıq. Çünki mən birini sırf düşünüb yola çıxmalıydım. Sıxlaşaq sözünün kökü sıx sifətidir, çünki laş adlara qoşulur. Amma mən onu həqiqətən feil kimi də başqa yerdə düşünə bilirəm, sıxmaq feili. Başqa sözlə eyni köklü ola bilər. Bəli, məsələn, sıxlıq sözü ilə eyni köklüdür. Qrammatik şəkilçi ilə işlənib, bəli, aq ayrı və ya bütöv fərqi yoxdur. Necə götürürsən, yenə də qrammatik var. Hələ ki, C variantının birinci sözü uyğundur. Amma ikinci sözümüz qaldır sözü bir cür düşünülür. Kökü feillə amonim düşünə bilmirik. Qaldır, elə bütöv işlənir. Daha sonra başqa sözlə eyni köklü ola bilir. Sadə sözlər eyni köklü sözlər sırasında verilə bilməz. Qrammatik şəkilçisi də yoxdur. Cavab C. Bu qədər. Lalə ilə bağlı doğru fikirlər. Leksik şəkilçi kimi zərf yarada bilir. Bəli, məsələn, qəzəblə. Qəzəblə məni çağırdı. Atamla sözündəki la qoşmadı. Amma sənə deyir, tərz hərəkət zərfi düzəldib. Olmaz. La adətən mücərrəd isimlərə qoşulur. Konkret yox. Nənəmlə danışdımda burada da kimlə danışdım? Qoşmadı, amma sənə bağlayıcı kimi verib olmaz. Raufla Nüsrət buradakı və ilə əvəzlənir, bu bağlayıcıdır. Bugün dayımla şəhərə getdilər. Kimlə? Dayımla qoşmadı. Elə bunu düz yazıb. Feillərin yaranmasında iştirak edir. Bəli, məsələn, işdən işləmək, izdən izləmək və s. Hansı sözlərdən şəkilçisi işlənib? Namuslu sözün bayaq demişdim. Adamdan sözündə dan qrammatikdir. Nadürüst, na var. Bişərəf, bi var. 1, 2. In, ün şəkilçisini hansı sözlərdə həm leksik, həm də qrammatik kimi düşünmək olar? Sərin sözü sərin hava desən belə götürəcəksən. Bir də deyə bilərsən süfrəni yerə sərin. İki cür düşünülsə də heç vaxt leksik düşünülmür. Biçməkdən biçin ismi ola bilər. Bir də deyirəm ki, nə edin, biçin. Bu zaman əmr şəklində feil, bu zaman qrammatik. Axın sözü də axmaqdan axın. Bir də nə edin, axın. Yığın sözü deyirəm ki, filan şeyi götürün, yığın. Buradan yığın, yığışdırın. Birin sözündə ini heç vaxt leksik götürmək olmur. Bu arada yığın sözü leksikdə götürülə bilir. Onu deməyi unutdum. Məsələn, bir yığın odun. Bu nümunədə artıq yığın sözü ın leksikdir. Birin sözü heç vaxt leksik olmur. Dözün sözü də leksik düşünülə bilmir. Amma ikini, üçü, altını həm leksik şəkilçili, həm də qrammatik kimi düşünmək olar. Davam edək sözün başlanğıc formasından olan testlərimizlə.
Qar kimi dümağ, pırtdaşıq saçları mütəkkənin üstünə dağılmışdı. Nümunəsindəki feilə aid doğru fikir. Dağılmışdı nümunəsində az əvvəl də demişdik, dağıl sözün kökü mış zaman d hissəcik. Kökü isimli amonimdir. Dağılmaq isim ola bilmir. Kökü ilə başlanğıc forması fərqlidir. Xeyr, sadə söz olduğu üçün kökü və başlanğıcı eynidir. Tərkibindəki şəkilçilər başlanğıc formaya daxil deyil. Bu düzdür, çünki tərkibindəki şəkilçilər qrammatikdir. Qrammatik başlanğıca daxil olur. Düzəltmə söz kimi düşünə bilmirik. Bir leksik şəkilçidir, orada leksik şəkilçi yoxdur. Başlanğıc formada verilmiş sözləri müəyyən edin. Başlanğıc formada olması o deməkdir ki, ən son şəkilçisi leksikdir və onunla da söz bitir və yaxud da bir kökdən ibarətdir. Burada gördüyünüz kimi çalış sözü başlanğıcdadır. Digərləri biraz kənarlaşıb. Yaşıllaşır, dostluq, əməllər. Yenə də dostluq sözü başlanğıcdadır. Meşəlik, dir qrammatik, dik leksik. Də qrammatik, məktəb sadə. Burada bir dənə məktəb sözüdür başlanğıcda olan. Çiçəkləndi, başlamaq, fərəhlənir başlanğıcdan çıxıb. E variantına gəldikdə isə boğçadakı nümunəsində dakını görürük. Düşərgə sözü ümumiyyətlə sadədir və hər biri fikir verin başlanğıc formadadır. E variantı uyğundur. Meydançadakılar sözünün başlanğıc forması hansı cavabda düzgün göstərilmişdir? Meydan sözün kökü çay leksik, dakı leksik, lar qrammatik. Meydançadakı. Ən son leksik hardadır? Orada başlanğıc var deməli. Xalam gildəkini. Mu mənsubiyyət, gil leksik, dəki leksik, xalam gildəki, ni təsirlik. Ən son leksik dəkidə bitir, deməli budur. İsmin hansı halında olan sözlər adətən başlanğıc formada olur? Adlı xal. Başlanğıc forması səhv göstərilmiş sözdən danışır. Burada təmizlənir sözündə lə leksik, n leksikdir. Burada belə olmalıydı, səhv qeyd edib, digərləri düzdür. Başlanğıc forma düzgün deyil. Dağıntı sözü sadə söz olduğundan başlanğıcı və bütöv olmalıdır. Dağdan ıntı olmaz. Başlanğıc formada olanlar 1. Bağbanın, bu pozuldu. Güldandakı, bu olar. Evdarlıq, bu olar. Qardaşlıq, bu da olar. Buruqları olmur. Zavodların, məktəblilərə. 1, 5, 7, 8. Sözlərdən birinin başlanğıc forması düzgün göstərilməmişdir. İrəliləməkdir, pərdələnmişdir, yaylaqlarda, uzunçuluq, qışqırtıya. T leksikdir, t da getməli idi, səhv bölüblər. Başlanğıc forması kök 2 leksik şəkilçidən ibarət olan söz. Tarladakılar, yaxşılaşdırıldı, döyüşçülər. Başlanğıc forması döyüşçü sözündə 2 leksik şəkilçidən ibarətdir. Hansı sözün kökü səhv, başlanğıc forması düzgün göstərilib? Na ön şəkilçidir, münasib sözün köküdür. Gördüyünüz kimi kökü səhv göstərib, başlanğıc formasını isə düz göstərib. Cavab A-dır. Apartdırıldı sözündə apar sözün kökü t leksik, dır leksik, ıl leksikdir. Apar sözün köküdür, apartdırılmaq nədir? Başlanğıc forma. Qarışdan qarışıq, qarışıqlıq, qar sözün kökü ola bilməz. Qarışıqlıq da bunun başlanğıcıdır. Kök, süründürmə, çilik. Baxın, başlanğıc elə bütöv gedir. Sürmə, sürünmək, süründürmək, süründürmə, çilik. Belə olmalıydı. Doğ feilindən doğma sifəti yaranır. Lar, ımız. Burada da gördüyünüz kimi doğmalar qeyd olunub. Cəm şəkilçisi başlanğıca daxil ola bilməz. Nəzərinizə çatdırım ki, bunun başlanğıcı doğma sözüdür. Hansı sözün kökü düzgün, başlanğıc forması səhv göstərilib? İşıq, lan, dır, ıl, mışdır. Kök düzdür, başlanğıc forma o da düzdür. Bizdən səhv istəyir. Narahatlıqdan ön şəkilçi var, rahat sözün kökü lıqdan. Rahat kökdür, narahatlıq olmalıydı başlanğıc, belə səhv qeyd olunub, elə cavab B-dir. Görməkdən görünmək, görüntülər, dəkib. Kökü səhv qeyd edib. Başlanğıcı düz qeyd edibdir. Qovuşdan, qovuşan feili sifət, lar da nədir? Cəm. Kök səhvdir. Başlanğıc formada səhvdir. Dəyişməkdən dəyişilmək mişdir. Kök səhvdir. Başlanğıc forma o da səhvdir.
Fikirlərdən biri səhvdir. Sadə sözlərdə sözün kökü ilə başlanğıc forması eynidir. Bəli, məsələn, kitab sözü. Sözün başlanğıc forması onun leksik mənasını ifadə edir. Bəli, mən bir şagirdə desəm ki, məsələn, kitabxanadakılar sözünün hansı nitq hissəsinin olduğunu de, o çaşıb kimlər sualı versə, yəni isimləşmiş versiyada kimlər sualını versə, düşünə bilər ki, bu isimdir. Amma sondakı dakını görən, yəni başlanğıca baxan adam biləcək ki, o əslində sifətdir. Adlı halda olan isimlər həmişə başlanğıc forma hesab edilir. Xeyr, ora cəm, mənsubiyyət, deyək ki, başqa qrammatik ünsürlər qoşularsa başlanğıcdan uzaqlaşa bilər. Adətən deməli idi. Deməli, bu da səhvdir. Leksik şəkilçidən sonra gələn qrammatik şəkilçi başlanğıc formaya daxil edilmir. Bəli, adətən leksikdən sonra qrammatik gəlirsə, o çöldə qalır. Feillərin başlanğıc forması onların qrammatik şəkilçiyə qədərki hissəsidir. Bəli, leksik şəkilçiyə qədər və qrammatik şəkilçiyə qədər. Qop sözü burada vurğu ilə bağlı testdir. Bunu boş buraxa bilərsiniz, amma kiməsə maraqlıdırsa izah edim. Yadda saxlayın ki, uşaqlar sasə, hissəcik olanda, ümumiyyətlə isə hissəciyidir, ididir, imişdir. Bunlar vurğu qəbul etmir. Məsələn, mış burada hissəcikdir. Mən bunu hardan bildim? Çünki arın üzərinə vurğu düşüb, mış vurğunu qəbul etməyibdir. Görürsünüzmü? Çünki mış orada hissəcikdir. Mış zaman şəkilçisi olsaydı vurğu qəbul edərdi. Ona görə cavab elə də C variantı olur. Qopararsa da ar leksikdir, ar zamandı, sa hissəcikdir. Qoparmamışam nümunəsində gördüyünüz kimi vurğu hara düşübdür? Arın üzərinə düşüb, ma inkardır, mış nədir? Zamandır, am şəxs sonluğu. Ar leksikdir. Niyə burada vurğu ma'dan sonraya düşmədi? Çünki ma imkan vermir. Mamə şəkilçisi vurğu qəbul etmir. Qoparar nümunəsində birinci leksik, ikinci qrammatik, qoparmalıdır nümunəsində də malı məlinin üzərinə, vacib şəklinin üzərinə düşüb, dır xəbərlikdir deyə onun üzərinə vurğu düşməyib. Cavab C-dir ki, kökü və başlanğıcı qopdur. Daha sonra deyir ki, hansı sözün başlanğıc forması düzgün, kökü səhv göstərilib. Çağrışıcılar sözündə hər ikisi düz göstərilib. Dağılmışdı sözünə fikir verin. Başlanğıc forma düzdür, amma kökü səhv göstərilib. Vəssalam. Digərləri bağlamışdı sözündə. Bağ, bağlamışdı, bu düz göstərilib. Yağlamışdı sözü düz göstərilib. Ayrılmışdı sözündə də burada başlanğıcı səhv göstərilir. Fikir verin, ayrıl olmalıydı, bu da səhvdir. Amma şərti qarşılanır deyə götürmürəm. Başlanğıc formada olan sözlər güldandakı, tapşırmaqdan tapşırıq, yaratmaq, yaradıcı, yaradıcılıq, düşərgə, miz mənsubiyyət var çıxıb, halallaşdı, d qrammatik var çıxıb, böyütmək, böyüdülmüş qrammatik var çıxıb. Alarkən sözü arkən, çiyələ götürürəm. Çünki burada qrammatikdir. Ambardarda leksik, müəlliməm, şəxs sonluğu, xəbərlik daha doğrusu var. Yüngüllük. Gördüyünüz kimi həqiqətən başlanğıc formadadır.